danışdığı ilə həyatı eynidir. Adam var ki, mənbərdə bir başqadır, moizədə bir başqa, həyatda bir başqadır. Bu düz gəlmir, bu sözün təsiri də olmur. İnsanın danışdığı ilə yaşantısı eyni olanda, insan çıxır, öz yaşantısını danışır və insan yaşantısını danışanda başqalarının qəlbinə mütləq təsir edir ki, İmam Sadiq əleyhissalam deyir ki, qəlbdən qəlbə yol var. Qəlbdən gələn söz qəlbə təsir edir. Bəzən olurdu ki, indi iş var, işlə bağlı vacib iş var, gedir. Bugün o ilə görüşə bilməyəcək. Zəng gəlirdim ki, mən istəyirəm bir dənə səfərim var, rayona gedim, 2 günə gələrəm də, sənin onsuz da başın qarşındır, işin var da. Bir də, nə var, gedirsən, yaxşı gedirsən, tez gəl. Amma ki, sənin də işin var da, neynirsən məni? Deyir, o işim də olsa bilirəm buralardasan da. Görüşməsək də xəbəri var idi ki, filan yerdəsən, hə, indi rahatam. Amma indi o halda, bir saatda qoydu bizi getdik. Amma bir məsələ var ki, biz yəqin bilirik görüşəcəyik. Sadəcə olaraq bu görüşü gözləmək var, gözləmək ağırdır, çətindir.